Hər vaxtınız xeyir olsun, dəyərli, gözəl insanlar. Ümid edirəm yaxşısınız, ümid edirəm qaydasındasınız. Bu günləri bizim ikinci videomuz olacaqdır. Bu ikinci videonu dediyim kimi çox sürətli bir şəkildə başlayacağıq və birbaşa olaraq bu bank suallarından davam eləyəcəyik. Dünənləri seri 1-i eləmişdik. Bu günləri seri 2-ni eləyəcəyik. Seri 2-dən bu dəfə hardasa 5 dənə suala baxacağıq. Ondan sonra da həmin o 5 dənə sualın birbaşa olaraq cavablarına gedib baxacağıq. Sanki siz özünüz evdə işləyirmisiniz kimi və daha sonra da 2 dənə mizan situasyon, yəni həqiqi vəziyyət sualına baxacağıq. Ondan sonra da bugünkü ikinci videomuzu bitirəcəyik və dediyim kimi bütün seriləri bir-bir biz eləyəcəyik ki, öyrənək, yadımızda qalsın. Bu ekzamen civikə girəndə sizin üçün hər şey rahat olsun. Getdik, başlayaq. Demək, burada laïcité, égalité entre les femmes et les hommes, qadın-kişi bərabərliyi haqqında danışacağıq. Fransız hissəsini oxumuram. Birbaşa Azərbaycan hissəsini oxuyuram. Deməlidir ki, dünyəvilik və qadın-kişi bərabərliyi Fransa Respublikasının əsas sütunlarıdır. Bu prinsiplər vicdan azadlığını qoruyur və cəmiyyətdə real bərabərlik təmin edir. Sonra bu vətəndaşlıq imtahanı aşağıdakıları yoxlayır. Gündəlik həyatda dünyəviliyin nə demək olduğunu, qadın və kişi bərabərliyinin praktik mənasını, qanunla nəyin icazəli, nəyin qadağan edildiyini və bir də deyir ki, bu şəxsi inanc deyil, ümumi qaydalara əməl etmə məsələsidir. Yəni, qadın-kişi bərabərliyidir, ondan sonra dünyəvilikdir, qanunların icrasıdır. Yəni, bunu şəxsi qəbul etmək lazım deyil, sadəcə olaraq ümumi cəmiyyətə, hamıya tətbiq edilmiş qanunlardır. Yəni, bunu demək istəyir. Sonra burada kiçik əsas məqamlar hissəsi vardı. Onu oxuyacağıq. Əsas məqamlarda nə deyir? Dövlət dinlərə qarşı bitərəfdir. Yəni, bu deməkdir ki, bütün dinlərə qarşı dövlətin nə müsbət, nə mənfi rəyi yoxdur. Davam edirik. Hər kəs inanmaqda və ya inanmamaqda azaddır. Qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Ayrı-seçkilik qadağandır və qanunlar adət-ənənələrdən üstündür. Kiçik bir mötərizə açıram. Əgər sizin adət-ənənənizdə tərbiyə üsulu olaraq kimisə vurmaq, döymək və s. vardısa, qanunlar həmin adət-ənənələrdən üstündür. Davam edək. Suallara baxacaq indi. 5 dənə sual oxuyacaq, sonra da gedib həmin o 5 dənə sualın cavabına baxacaq. Birinci sual. La laïcité signifie que dünyəvilik nə deməkdir? A variantı. La religion est obligatoire. Din məcburidir. B variantı. L'État favorise certaines religions. Dövlət bəzi dinlərə üstünlük təmin eləyir. C variantı. L'État est neutre vis-à-vis des religions. Dövlət dinlərə qarşı neytraldır. D variantı. Les religions font les lois. Dinlər qanunları hazırlayır. İkinci suala keçin. Cavabları mən burada demirəm. Dediyim kimi, sanki özünüz hazırlaşırsınız. Suallara oxuyuruq, axırda da gedib birlikdə cavablara baxacaq. Ya da bəlkə birbaşa gedək cavablara baxaq. Elə daha rahat olar. Cavab demək 24-cü səhifədəyik. Cavablara gedək baxaq, görək cavablar hardadır.
Cavablar 32-ci səhifədədir. Mən bunu yazım bura, yadımdan çıxmasın. Yaxşı, davam eləyək. Birinci sualımızın cavabı nədir? C variantı. La laïcité signifie que l'État est neutre vis-à-vis des religions. Dünyəvilik o deməkdir ki, dövlət dinlərə qarşı bitərəfdir. Getdik 24-cü səhifəyə. İkinci suala baxırıq. En France, une personne a le droit. Deyir ki, Fransada hər hansı bir şəxsin aşağıdakılardan hansını eləməyə hüququ vardı, haqqı vardı. A variantı. D'imposer sa religion aux autres. Öz dinini digərlərinə impoze eləmək. Dayatmaq deyək də. Öz dinini digər şəxslərə dayatmaq. B variantı. De croire ou de ne pas croire. İnanmaq və yaxud da inanmamaq. Yəni hüququ var. C variantı. De refuser les lois pour raisons religieuses. Qoyulmuş qanunları dini əsaslandıraraq rədd eləmək. Yəni qısacası deyirsiniz ki, mənim dinimdə qadın-kişi bərabərliyi yoxdur. Onun üçün də mən qoyulmuş bu qadın-kişi bərabərliyi qanununu rədd eləyirəm. Hətta yəni sual budur. Və sonuncuya baxırıq. D variantı. D'interdire d'autres religions. Digər dinləri qadağan eləmək. Cavaba baxaq indi. İkincinin cavabı. Deyir ki, B variantı. En France, chacun est libre de croire ou de ne pas croire. Fransada hər kəs inanmaqda və ya inanmamaqda özgürdür, azaddır. Yəni inanmaq da öz işinizdir, inanmamaq da öz işinizdir. Davam edək. Üçüncü sual. L'égalité entre les femmes et les hommes est deyir ki, qadın və kişi bərabərliyi sonra da deyir ki, aşağıdakılardan hansı variant düzgündür? A variantı. Une option. Fakultativdir. Yəni bir seçimdir. İstəsəz eləyərsiniz, istəsəz eləməyərsiniz. Yəni o mənada bir seçimdir. B variantı. Une tradition. Bir ənənədir. C variantı. Fundamental prinsipdir. Un prinsip fondamental. Fundamental bir prinsipdir. Və D variantı une règle locale. Yerli bir qaydadır. Lokal, yerli qayda deyəndə nəyi nəzərdə tutur? Tutaq ki, bir şəhərdə var, başqa şəhərdə yoxdur. O mənada. Cavabına baxaq indi bunun. Cavabına baxaq. C variantı. L'égalité femme-homme est un principe fondamental de la République. Qadın-kişi bərabərliyi Respublikanın əsas prinsiplərindən biridir. Davam edək. Dördüncü suala baxırıq. La loi française considère que les femmes et les hommes sont. Fransa qanunu, yəni Fransa qanununa görə qadınlar və kişilər sonra da cavablar verib. Yəni necədirlər? Fransa qanununun qarşısında qadınlar və kişilər necədirlər? A variantı. Différent devant la loi. Qanun qarşısında fərqlidirlər. B variantı. Égaux en droit. Bərabər hüquqları vardı. Yəni hüquq qarşısında bərabərdilər. C variantı. Égaux seulement dans la famille. Sadəcə ailə içərisində bərabərdilər. D variantı. Égaux uniquement au travail. Sadəcə işdə bərabərdilər. Cavaba baxaq indi. Dördüncü sual idi. B variantı. Les femmes et les hommes sont égaux devant la loi.
Qadınlar və kişilər qanun qarşısında bərabərdirlər. Sonuncu suala baxırıq. 5-ci suala. 5-ci sual. En France, une pratique religieuse est autorisée si deyir ki, siz Fransada hər hansı bir dini ayini yerinə yetirməyə icazə verilir əgər. İndi soruda cavablar verilibdir. Əgər. A variantı, elle remplace la loi. Yəni, əgər o qanunu əvəz edirsə, yəni əgər həmin o dini ayin qanunun yerinə keçirsə, onda yəni ki, icazə verilir. O dini ayini yerinə yetirməyə icazə verilir. Əgər qanunun yerinə keçirsə. B variantı. Si elle respecte l'ordre public. Əgər ictimai qaydanı pozmursa, yəni ictimai qaydaya hörmət edirsə, onda yəni o dini ayinə icazə verilir. C variantı. Si elle est majoritaire. Əgər həmin o dini ayini yəni eləyən şəxslər çoxluq təşkil eləyirsə. Və D variantı. Si elle est imposée. O dayatılıbdırsa, empoze edilibdirsə. Yəni o deməkdir ki, adamlar gəlir, deyir ki, bunu biz eləyəcəyik. Dayatırlar, dövlətə dayatırlar ki, ya bunu biz eləyəcəyik, ya da bunu biz eləyəcəyik. Yəni o mənada, empoze o deməkdir. Cavabına baxaq indi. Beşinci idi də, hə, 5-ci. B variantı. Une pratique religieuse est autorisée si elle respecte l'ordre public. Dini praktikalar, yəni dini ayinlər ictimai qaydalara hörmət etdiyi halda icazəlidir. Əgər ictimai asayişi pozursa, yəni bu deməkdir ki, ictimai asayişi əgər pozacaqdırsa, ictimai qaydalara hörmət eləməyəcəkdirsə, onda icazəli deyil. Həfs yox. Bugünkü 5 dənə sualımıza baxdıq, ikinci seriyadan baxdıq. İndi 2 dənə də mise en situationa baxaq. Dönənləri ikisini eləmişdik, ikisini də bugün eləyək. Mise en situation 190-dadır. Demək, 3-cü və 4-cü suallara baxacağıq. 3-cü sual. Deyir ki, vous n'êtes pas d'accord avec une loi française. Que pouvez-vous faire? Bunlar praktik suallardır da. Yəni, praktik olaraq sizə bir sual verir ki, bu vəziyyətə düşsən, nə edirsən? Deyir ki, siz əgər hər hansı bir Fransa qanunu ilə razı deyilsinizsə, nə edə bilərsiniz? A variantı. Ne pas respecter la loi. Həmin qanuna boyun əyməyə bilərsiniz. B variantı. Utiliser les voies légales pour exprimer votre opinion. Qanuni yollardan istifadə edib öz fikrinizi ifadə edə bilərsiniz. C variantı. Imposer votre point de vue. Öz düşüncə tərzinizi, baxış bucağınızı dayata bilərsiniz. Yəni dayatmaq dediyim kimi bayaq impoze eləmək. Deməlisiniz ki, mən belə deyirəm, belə olacaq. D variantı. Refuser toute règle. Bütün qayda qanunu rədd eləyə bilərsiniz. İndi bunun cavabına baxaq. Bunların cavabı səhifə neçədədir? Dayanın ona baxaq. İtməsin. 190 budur. Cavablarda cavablarda 194'dür. Tamam. Üçüncü sual. Demək, B variantı. Les opinions s'expriment par les voies légales. Fikirlər qanuni yollarla ifadə olunur. Yəni ağlınıza nə gəldi onu eləyə bilməzsiniz. Qanuni yolla öz fikrinizi ifadə eləməlisiniz. Davam eləyək. 4-cü suala baxırıq. Yəni bu ikinci bizim mise en situation sualıdır. Un collègue
est victime de discrimination au travail. Quelle est la bonne attitude? Deyir ki, sizin kolleqalarınızdan biri işdə ayrı-seçkilik qurbanı olubdur. Ayrı-seçkiliyə məruz qalıbdır. Həmin anda eləyə biləcəyiniz ən yaxşı hərəkət nədir? A variantı: ne rien faire. Heç bir şey eləməmək. B variantı: soutenir la discrimination. Həmin o ayrı-seçkiliyi dəstəkləmək. C variantı: signaler la situation selon les règles. Qanunlara əsaslanaraq həmin bu vəziyyəti şikayət eləmək. Və D variantı: répondre par la violence. Şiddətlə cavab vermək. Cavabına baxaq görək, cavabda nə yazıbdır? C variantını seçibdir. Deməli, la discrimination doit être signalée. Ayrı-seçkilik bildirilməlidir. Yəni, qısacası, hardasa ayrı-seçkilik gördünüzsə, orada səsinizi yüksəltməlisiniz. Amma qanuni yolla yüksəltməlisiniz. Belə dostlar, biz bu günləri 7 dənə suala baxdıq. İkinci seriyadan 5 dənə suala baxdıq və mizan situasyondan 2 dənə suala baxdıq. Sabahları 3-cü seriyaya baxacaq. Bizim 10 dənə ümumi bu tipli videomuz olacaqdır. Və həmin videoların hər birində çalışacağım ki, 7 dənə suala birlikdə baxaq və hər dəfəsində onların izahına baxaq. Təbii ki, daha geniş baxmaq istəyirsinizsə, bu kitabı özünüz almaq istəyirsinizsə, kitabın linkini videonun altında paylaşacağım. Burada da göstərirəm. Bu kitab onlayn olaraq alına bilər. 36 avrodur, amma dediyim kimi bu kitabı almağa məcbur deyilsiniz. Bu kitabı zaten asta-asta videolarla incələyəcəyik. Amma təbii ki, alsaz da həm mənim əməyimə biraz kömək eləmiş olarsınız, həm də ki, kitab əlinizdə olar. Mənfi bir şey deyil, içərisində çoxlu maraqlı deməli mətnlər vardı, oxuya bilərsiniz, öyrənə bilərsiniz. Oldu, özünüzə yaxşı baxın, hələlik gecəniz xeyrə qalsın.